Həzrət Fatimə-i Məsumə salamullah aleyha vilayətçiliyin həqqi əda elədi. Həzrət Məsumə özünə nümunə götürdü anası Həzrət Zəhranı bu məsələdə. O Həzrət Zəhra ki, Əli vilayətindən necə müdafiə etdi və vilayət yolunun ilk şəhidəsi oldu. Həzrət Zəhra salamullah aleyha möhkəm dəlillər, sübutlarla, arqumentlərlə, burhanlarla, mətin və möhkəm çıxışlar ilə, xütbələr ilə Həzrəti Əlinin həqqaniyyətindən, vilayətindən müdafiə elədi. Həzrət Məsumə də Həzrət Zəhra kimi müdafiəyə qalxdı. Nə qədər ki, hədis nəql edibdi Həzrəti Fatimə-i Məsumə, nəql elədiyi hədislərin əksəriyyəti vilayət haqqındadır. Həzrəti Əli əleyhisselamın vilayətin isbatındadır.